Hansı cümlələrdə nöqtələrin yerinə samit yazılmamalıdır? Sir sözündə sait gəldiyi üçün r hərfi mütləq yazılmalıdır. Fənd sözündə də həmçinin, xətt sözündə də yazılmalıdır. Səddən sözündə samit gəldiyinə görə sədd sözünün qoşa d-sından biri yazılmayacaq. Ona görə cavabımız elə bu variantdır. Hiss sözündə yazılmalıdır. Qaydamız belədir ki, sonu eyni cinsli qoşa samitlə bitən sözlərdən sonra samitlə başlayan şəkilçi gəldikdə oradakı d, yəni son samit yazılmır. Lakin his və kü sözləri istisna olduğuna görə onların samitləri yazılır. Çünki yazılmasa sözün mənası dəyişəcək. Burada da hiss sözü insanın hissi mənasında işləndiyi üçün hər ikisi yazılmalıdır.